gün Bağdadlı bir tacir Bəhlula yaxınlaşaraq soruşdu. Salam ey Bəhlul dana. Sən ağıllı adamsan. De görüm, bu bazarda nə alsam mənə daha çox qazanc gətirər. Dəmir al, pambıq al. Biraz səbir et, aylar sonra sat. Qazancın bol olar. Ay dəli Bəhlul, keçən dəfə sözün düz çıxdı. De görək, bu dəfə nə alım ki, yenə qazanc götürüm? Get, çoxlu soğan və qarpız al və ambarda bir müddət saxla. Ay kişi, bu nə məsləhət idi verdin? Soğan da çürüdü, qarpız da. Bütün sərmayəm məhv oldu. Birinci dəfə yanıma gələndə mənə Bəhlul dana dedin, mən də sənə ağılla cavab verdim. İkinci dəfə məni dəli çağırdın, mən də sənə dəlilər kimi məsləhət verdim.